Salam əzizləri dostlar, bir daha axşamınız xeyir. Çox saylı sualları nəzərə alaraq mən belə bir video hazırlama qərarına gəldim. Yuxarıda gördüyünüz cədvəl Nəcəf Elmi şəhərində yerləşən Ayətullah Seyid Ali Sistani Ağanın dəftərxanasının ofisinin hazırladığı hicri qəməri ayların illik təqvimidir. Və bu təqvim təbii ki, astronomik alimlər tərəfindən hazırlanır və illik olaraq hazırlanır. Və bu cədvəldə də siz görürsünüz ki, burada ayın günləri qeyd olunur. Yəni Cəmadül Axır ayının, Cəmadül Axırın 29-u dekabr ayının 21-nə təsadüf edir və dekabr ayının 22-si də burada ərəb dilini bilənlər bilirlər. Yevmul İthneyn, yəni birinci gün dekabr ayının 22-si yuxarıda da 1 yazılıb. Rəcəb ayının 1-i. Bu təbii ki, Nəcəf üfüqünə aiddir. Yəni Nəcəf şəhərinin üfüqünə aiddir ki, bu üfüqdə İnşallah ki 17:02-də ay görsənmə ehtimalı daha güclüdür. Görsənə bilər yeni ayın hilalı görsənə bilər və dediyim kimi Cəmadül Axır ayının hicri qəməri ayları ya 29 olur ya 30 olur. Yəni sabahları inşallah ki dediyim kimi yəni 21 dekabr Cəmadül Axırın 29-u 21 dekabr təsadüf edir. 22 dekabr 1-idir. Amma hicri qəməri ayları dediyim kimi ya 29 olur ya 30. Hicri qəməri ayları ya 29 olur ya 30. Bilirik ki, biz ayın təsdiq olunma yolları var. İnsan ya ayı öz gözü ilə görməlidir, ya iki ədalətli şəxs insana xəbər verməlidir, ya da bir etibarlı bir mənbədən, etibarlı bir şəxsdən insan ayın sabit olmasını eşitməlidir. Təbii ki, yeni ayın görünməsi, təzə ayın görünməsi, hilalın görünməsi axşam gün batdıqdan sonra müşahidə olunur. Yəni təzə ay qəmər ayın biri hilalın görünməsidir və bu da günəşin batmasından sonra görünən nazik ay parçasıdır. Günəş batdıqdan sonra üfüqdə görünə bilər. Ayın yaşı hilal çox gəncdirsə görünməz. Minimum yaşı təxminən 15-18 saat, bəzi alimlərə görə 24 saat olmalıdır və gün batdıqdan sonra təxminən 30 dəqiqədən az olmayaraq səmada görsənməlidir. Yəni 30 dəqiqə səmada qalmalıdır. Və gün batdıqdan 20-40 dəqiqə sonra ilk dəfə görünə bilər. Yəni inşallah sabahları gün batdıqdan sonra 20-40 dəqiqə ərzində inşallah ilk dəfə ay görünə bilər və yenə deyirəm, hilalın, yəni təzə ayın hilalının üfüqdə qalma müddəti 30 dəqiqədən az olmamalıdır. 30 dəqiqə qala biləcək. Bundan da əlavə Bakıda 21 dekabr 2025-ci il gecəsi hilal təxminən 17:32 və yaxud da 18:05 arasında görünə bilər və hava aydın olma şərti ilə, yəni hava təmiz olmalıdır. Və bu nöqteyi nəzərdən hava şəraiti bulud, toz məsələsi, bulud, toz, çirkli bir səma olmalı deyil. Yəni bu olarsa ayın hilalı görünməz. Bir daha qeyd edirəm bunu ki, bizim üfüq üçün ay sabit olmalıdır inşallah. Yəni ola bilər ki, əgər hava tozlu olarsa, dumanlı olarsa, görünməzsə, sabit olmazsa, bizim üçün ay sabit olmazsa artıq 22 dekabr, Cəmadül Axır ayının 21 dekabr, yəni 22 dekabr Cəmadül Axır ayının 30-u olacaq və axşamı 22 dekabrın axşamı Rəcəb ayının 1-ci gecəsi başlayacaq. Dekabrın 23-ü artıq Rəcəb ayının 1-ci günü olacaq. Bunu da sizə bir elan kimi dedim, xəbərinizə, diqqətinizə çatdıram inşallah. Yəni burada olan 22 dekabrda olan təbii ki Nəcəf şəhərinin üfüqünə aiddir. Bakı üfüqü ilə Nəcəf üfüqü ayrı-ayrı üfüqlərdir, yəni eyni üfüq deyil. Bakı şəhərinin üfüqü ilə Nəcəf üfüqü eyni deyil. Amma ola bilər də ki, inşallah ki bizim üfüqdə də hava təmiz olsa görünə bilsin. Biraz fərqlə görünə bilsin inşallah. Allah razı olsun.